Salam. Bugün Kodcast'ın növbəti buraxılışına xoş gəlmisiniz. Bugün Novruz Həsənov Kod Akademiyada tədris proqramı rəhbərimiz olan Novruz müəllimi bizim qonağımız olacaq. Xoş gördük. Novruz müəllimlə bərabər biz bugün data analitikadan danışacağıq. İlk öncə istərdim ki, Novruz müəllim haqqında qısaca bir məlumat verim. Novruz müəllim artıq 7 illik bir pedaqoji fəaliyyətinin təcrübəsi var. Eyni zamanda 15 ilə yaxın təcrübəniz var və hal-hazırda həmçinin Kod Akademiyadan da kənar olaraq siz Paşa Holdingdə ekosistem analitikası üzrə baş data analitik olaraq çalışırsınız. Bəli. Çok cool bir pozisiyanınız var orada. Bugün biz daha çok data analitikanın danışmaq və istərdik ki, izləyicilərimizin də başı düşəcəyi səviyyədə ümumiyyətlə data analitika nədir, biz nə öyrədirik, nədən keçirik və burada oxuyanların gələcəyi hara gedə bilər, oxuduqdan sonra gələcəyə necə dəstək ola bilərlər, bu ümumiyyətlə sıfırdan mı başlana bilər və s. Əslində çoxlu suallarımız var. Bugün mən əlimdən gəldiyi qədər sizi suallarla belə deyim sıxışdıracağam. Siz də istərdim ki, o suallarınızı cavablayın və həmçinin də bizi izləyənlər və gələcəkdə tələbə olmaq istəyənlərə də maksimum dərəcədə burada fayda sağlayaq. Data analitika nədir? Mən sualları düzgün verməyə çalışıram, amma digərləri də bu sualları düzgün verməyə çağırıram, motivasiya edirəm. Vergül. Eyni zamanda mənim məsuliyyətim ondan ibarətdir ki, həmin sualları düzgün cavablandırılmasını təmin edim. Deyə bilərsiniz, burada data hardadır? Bəli, bu dəqiqə içimdə deyirdim çünki. Bəli. İş orasındadır ki, sözü gedən suallar toplusunu iki cür cavablandıra bilərik. Birinci üsul tarixdən bəri bizə qalan üsuldur. Dədava üsul deyə bilərik. Mən digər də ad düşünmüşəm onun üçün. Subyektiv fikir, təcrübəyə istinad edən fikir. Yəni bu cür cavablarda adətən dəstəkləyicici arqumentlər gəlir ki, mənim təcrübəm var. Mən 10 ildir satışdayam, 15 ildir marketinqdəyəm. Ona görə bu sualın cavabı A-dır, B-dir, C-dir və s. Data analitik isə buna qarşı çıxan tərəfdir. Deyir ki, bu sualın cavabı A-dır, B-dir deyil, B-dir. Çünki bizim məlumatımız, təhlilimiz buna siqnal verir. Onda burada belə başa düşürük ki, yəni siz data analitikanın nəticəsini bu dəqiqə bizə ifadə edəcəksiniz. Bəli. Yəni biz o sualları verə bilmək üçün data analitikaya ehtiyacımız var. Və cavablandırmaq üçün o cümlə. Və cavablandırmaq üçün. Bəli. Belə deyək, bunun vacibliyi, yəni şəxsən özümüzdə başa düşürük də, amma biraz bunu daha da açaq istəyərdim. Data analitika nə üçün vacibdir? Data analitika nəyimə gərəkdir sualının cavabı bəli. adətən konsultantlar bu söhbəti qaldırır da. Yəni bizə lazımdır ki, bir konsultant gəlir quruma, heç analitik də deyil. Yəni konsultant bir tam başqa sahənin adamıdır və adətən proseslərim yanlış gedir, bazar payımı artıra bilmirəm, məhsullarım uğurlu deyil, işçi heyətimi düzgün idarə edə bilmirəm, suallarım var və bu suallar təbii ki, deduktiv olaraq da bölünür bir neçə sub-suala və burada sual yaranır. Mən nə edim? Konsultant 99% hallarda söhbət 2000-lərin əvvəlində burada tarixçə var, bloqlar var, oxuya bilərik. Deyirlər ki, sizə analitiklər lazımdır. Baxın, data analitik demədim. Data analitik sadəcə həllərdən biridir. Bura biznes analitiklər daxildir, HR analistlər. Deyə bilərsiniz ki, data analitiklərmi? Bəli və xeyr. Logistika sahəsində analitiklər lazımdır. Və sahibkarlar, müşahidə şurası deyir ki, nə edir analitika? Və cavab ondan ibarətdir ki, sizin məqsədiniz nədir? Sualla cavab veririk də. Deyirlər ki, səmərəlilik artımı istəyirik. Səmərəlilik dedikdə nə nəzərdə tutursunuz? Mənfəət. Özəl qurumdursa, bəli, dövlət qurumudursa, vətəndaşlara daha yaxşı xidmət göstərmək istəyirəm. Hansısa ictimai bir təşkilatdırsa, biz istəyirik fəaliyyətimizi daha düzgün təşkil edək, daha çox insan bizim fəaliyyətimizdən bələd olsun. Bunu etmək üçün artıq təcrübə və subyektiv 1, 2, 10 şəxsin görünüşü, təcrübəsi yetərli deyil. Çünki günümüzün istehlakçısı, vətəndaşı, aktivisti və s. cürbəcür görüşlərə sahibdir və onları alıcı etmək üçün, mənim müştərimə çevirmək üçün, mən onun həyatının nəinki mənim məhsuluma dair olan aspektlərini, hassələrini bilməliyəm. Neçə övladı var, hansı rəngi bəyənir, harada işləyir, harada işləmək istəyə bilərdi, xoşbəxtimi. Bu kimi məqamların sualını tapmalıyam. Və bu sualların cavabı məlumatdadır, subyektiv. Əslində burada o zaman səmərəliliyə daha çox xidmət elədiyini görürəm. Çünki biraz əvvəl deyirsiniz ki, müştərimə yaxşı xidmət etmək istəyirəm deyəndə data analitika lazım olduğunu biraz əvvəl qeyd elədiniz. Burada əslində bizim başa düşdüyümüz bəzən belə olur ki, gedək yaxşı onu qarşılayaq, ona xidmət prosesi yaxşı dizayn edək və bu da yaxşı xidmət olmuş olacaq. Amma burada yaxşı nə deməkdir? Bəli, burada ən vacib olan şey smart xidmət, yəni effektiv zamanımızı effektiv ayırmaq, biraz əvvəl müştərini tanımaq üzərinə bəzi məsələlər qeyd elədiniz ki, bu da data analitikinin toplaması üzərinə əslində bəzi nəticəyə gəlib çıxır. Yaxşı, belə deyək, bu son illərin bir başlığıdır, yoxsa ümumiyyətlə biz həmişə bu data analitik olaraq bir başlıq olub? Analitik
bir vəzifə olaraq nə qədər maraqlı gəlsə də siyasətdə əmələ gəlib. Amma siyasətə girməyəcəyik yəqin. Yox, qətiyyən mən mövzulardan uzağam. Yəni cürbəcür regionlarda analitikanın atası, doğması, vətəni və s. cürbəcür fikirlər var. William Edwards Deming ABŞ-da prezidentin məsləhətçisi idi. Onun gözəl bir sözü var idi. In God we trust, all others should bring the data. Söz üstünə yalnız Tanrıya güvənirəm, bütün digərləri mənə məlumat verməlidir. Və bu adam baxmayaraq ki, onun dövründə 20-ci əsrin əvvəlindən söhbət gedir. Rəqəmsal məlumat bazıları deyilən bir şey ki, uzaq da yox idi. Adam həmişə bütün əməliyyatları, bütün iqtisadi dəyişiklikləri dəftərində, jurnalında qeydə alırdı və həmişə tövsiyələrini, məsləhətlərini verəndə əlindəki o jurnala istinad edirdi. Qrafiklər qururdu, line chart, bar chart, bu kimi şeylər əllə təsəvvür edirsiniz, xəttkeş və s. Yəni adam həmişə suallar verirdi və heç bir dəfə də olsun bu suallara öz subyektiv fikri ilə baxmayaraq ki, çox uğurlu statistika üzrə alim idi, iqtisadçı idi və s. heç vaxt öz fikrinə istinad eləmirdi. Həmişə dedi ki, buna görə istinad var idi. Sonra 20-ci əsrin ortalarında bəli, informasiya texnologiyaları, inkişaf və s. biraz nə qədər üzücü də olsa 2-ci Dünya müharibəsi bura öz töhfəsini verdi. Məlumatı saxlamaq öyrəndik. Məlumatı sorğulamaq öyrəndik. SQL, Structured Query Language. Necə tərcümə edirəm ki, yadından çıxır, strukturlu sorğu dili, gəlin belə deyək. Mən iri həcmli məlumatı sorğulamağa çalışdım. Və sonra suallar yaranmağa başladı. Qurumlarda, bizneslarda, sahibkarlıqlarda. Mən bu məlumatla nə edə bilərəm? Və bir neçə məqam öncə vurğuladığım məsələ müştərilərimin, heyətimin, vətəndaşlarımın həyat tərzini, həyat keyfiyyətini yaxşılaşdıra bilərəm. Mən fərziyyələrə istinadlanmıram da. Statistika var, informasiya texnologiyaları var. Məlumat emalı standartları var, məlumat təhlili standartları var, çoxdan, lap çoxdan. Yəni 18-ci əsrə qədər gedələri, bəlkə də daha geri və bizim imkanlarımız artıq bizə yer verir ki, qərarlarımızı çox kiçik həta payı ilə, faizi ilə, riski ilə verməyə başlayaq. Və bu davamlı olduqca təkamüldə eyni formada inkişaf etməyə başlayır. Əslində bu, yəni illər boyu gələn bir şeydir də, yəni keçmiş bu son illərdə biraz populyar kimi görsənən, amma əslində bunun tarixi olan və yəni xeyli bunun keçmişi var əslində. Yaxşı, belə deyək, biz data analitik olmaq üçün universitet hansı sahəni oxuyurlar ki, gəlib. Çünki bu dediyiniz sözlərin içərisində mən bir dənə statistikanı orada tutdum. Yəni keçmişə baxırıqsa, əgər keçmişdən varsa, bəs bu adamlar nəyi oxuyaraq gəlib o sahədə çalışıblar? Analitika sahəsini bir ali təhsil olaraq vermək, mənim fikrimcə, mən bu haqqda çox düşünmüşəm, çox çətindir. Baxmayaraq ki, cürbəcür... Bu o zaman daha çox peşə addımıdırmı? Peşə yönümlü baxmaq lazımdır. Səhiyyədən ora keçənlər görmüşəm. Müştəri xidmətlərində illərlə çalışıb analitik olanlar görmüşəm. Uğursuzu da olub, çox uğurlusu da olub. Baxmayaraq ki, səhiyyə hara, analitik hara, yəni adam doğrudan təbabəti öyrənib. Belə hallar da var idi. Burada o zaman biraz da belə yeni baxış açı gətirirsiniz əslində, baş bucağı olaraq burada təklif edirsiniz. O zaman belə bir şey soruşum, statistika oxuyanlar nə edir? Universitetin bakalavr səviyyəsində statistika oxuyanlar Statistika oxuyanları data analitik etmək çox çətindir. Demirəm qeyri-mümkündür. Çətindir. Onlar daha çox data science-a yönəlirlər. Çünki biznes ilə daimi ünsiyyət qurmaq, biznes əsaslı düşünmək statistika proqramlarının məzunları üçün o qədər maraqlı deyil. Yaxşı, bəs belə bir şey deyim o zaman sizə. Data analitika data science-in bir parçasıdırmı, yoxsa bu cümlənin özü doğru bir ortaya qoyuluşdumu? Çox böyük debatlara səbəb olan bir sualdır. Burada həqiqət yoxdur. Mən özüm bu həqiqəti axtarırdım. Çünki mənim subyektiv fikrim var, amma qeyd etdiyim kimi mən data analitika, mən subyektiv fikrimə istinad etməkdən çəkinirəm. Xüsusilə peşəkar mühitdə, xüsusilə peşəkar sahədə araşdırdım, cavab yoxdur. Şükür Allah'a, ChatGPT də var hər yerdə, Gemini var. Hamısı da soruşdum, heç biri, hamısı da indi deyir ki, bu debatdır. Data analitik axırda data scientist olacaq, xeyr. Bu həqiqətdir, bu belə bir şey yoxdur. Bunlar yetəri qədər müstəqil sahələrdir və hər birinin xüsusiyyətləri var. Hansıları ki, bu sahəyə girmək istəyən peşəkar üçün özündə sorğulamağa ehtiyac yaradır. Yəni mən istəyirəmmi ki, mənim işimin mütləq hissəsi, əksər hissəsi ibarət olsun maşın öyrənmə modellərini yaratmaqda, onları düzəltməkdə, inkişaf etdirməkdə və s. və ilaxır. Yəni mən ağır statistik konseptlərə yiyələnim və s. Data analitikada bu yoxdur. Data analitik maşın öyrənmədən emaldan istifadə edirmi? Bəli. Yaradırmı? Bəli. Amma miqyas müqayisə edilə bilməz.
Eyni formada data scientist son istifadəçilərlə, mən həmişə biznes deyirəm, əslində düzgün deyil. Son istifadəçilərlə data analitik qədər daimi ünsiyyətdə olurmu? Data analitik qədər təqdimata əhəmiyyət verirmi? Mənim son istifadəçim mənim yaratdıqlarımı başa düşəcək, başa düşməyəcək. Ya bu A sözünü B sözünə dəyişim, başa düşməzlər. Ya da burada tərif verim. Data scientistə bu maraqlı deyil. Onların vəzifə öhdəliyi deyil. Çünki data scientist modellərin səmərəliliyi artırılması üçün yaradılmasına cavabdehdir. Statistik modellər. Bəli, ML deyirik biz buna, süni intellekt deyirik biz buna. Statistik modellərdir günün mahiyyəti ilə. Amma data analitikın development prosesi işi heç vəzifə öhdəliklərində də artıq əks olunmur və bu əslində sevindirici bir haldır. Çünki biz hardasa 5 il bundan qabaq elə ölkəmizdən danışıram. Data analitik vəzifə öhdəlikləri hesabat yaradasan, dashboard yaradasan, məlumat tablosu, chart yarat, qrafik yarat və s. İndi bu yoxdur. HR-a dəstək verməlisən bu proseslərdə. Bu sahələrə sən cavabdehsən. Bu kimi təkmilləşmiş burada rekruterlarımıza yəqin ki, əl çatmaq lazımdır. Yaxşı, data yığımını ya da datanı bir araya gətirmək data analitikinin işidirmi, yoxsa o tamamilə fərqli bir sahəyə mi keçir? Tamamilə fərqli bir sahədir. Analitik deyirik, çünki burada iki dənə şey var. Data və analitik sözünü istifadə ediriksə, mən bir şeyi, analitik bir şeyi tətbiq etməliyəmsə, ortaya qoymalıyamsa, bir data da əlimdə olmalıdır. Yəni bu data mənə də verilmirsə, bu datanı tapmaqda çətinlik çəkirəmsə, mən o zaman özüm mü iş görməliyəm, yoxsa kənar tərəfdaşlarla mı işi görürəm? İdeal mühitdə özüm bu işi görməməliyəm. Okay. Azərbaycan ümumiyyətlə yaxşı ideal mühit nə qədər? İdeal mühitə tərəf addımlayırıq. Qəşəng. Mənim indi təsvir edəcəyim həmin o mühit, hansı ki ideal deyil. Yəqin ki, deyərdim orada elə həmin o 5 il öncəki mühitdir. Hardakı data analitik vəzifə öhdəliklərinin təsvirində yazırlar ki, sən Excel bilməlisən, SQL bilməlisən və s. İndi yazırlar, amma dayı onları açmırlar. Bəli, bilməlisən, amma vəzifə öhdəliyin HR-a dəstək olmaqdır, ya da logistikaya dəstək olmaqdır. Həmin o 5 il öncəki mənim düşüncəmə görə qeyri-ideal mühit deyirdi ki, bir dənə analitik götürək. Hesabat da yaratsın, dashboard da yaratsın. Lazımdır məlumat bazasını tənzimləsin, inzibatçılıq eləsin və s. Rusca gözəl bir dənə sözü var, on же keşa, on же qoşa. Hamısı. Nəticədə bu yanaşmanın səmərəli olmadığını anlamağa başladı qurumlar. Söhbət təkcə Azərbaycandan getmir. Mən deyərdim ki, data analitika o sahədir ki, Azərbaycan doğrudan da, bəlkə mən o sahədəyəm, ona görə elə düşünürəm. Dünya ilə ayaq-ayağa gedir də, yəni eyni templə gedir. Mən deməzdim ki, biz hansı ölkədən geridə qalırıq. Miqyasca bəlkə, təbii ki. Əhali məsələsi var və s. Amma təkamül səviyyəsi, yəni ML maşına öyrənmə, atıram 92-ci ildə var idi cəmaatda, amma biz 2008-də başlamışıq, elə deyil. ML 2015-də sahibkarlıqlara girməyə başlayıb. İstəyirsiniz Amazondan, istəyirsiniz buradakı hansısa, bilmirəm, Novruz MMC-yə. Həmin o mühitin qeyri-səmərəliliyi göstərdi ki, məlumatın toplanması database administratorun və yaxud uzağı, o da əslində düzgün deyil, məlumat mühəndisinin, data engineerin vəzifə öhdəliyidir. Bu adam SQL-ı, məlumat bazalarını idarə etmə sistemlərini, Linux-u və s. və ilaxır ideal bilinməlidir. Onun vəzifə öhdəliyi məlumat bazasının təşkil edilməsidir. Data analitik burada iş yaxında durur. Burada da avtomatik olaraq belə bir məsələ çıxır. Miqyas balaca olanda bəzən pozisionlar bir-birinə çox yaxınlaşır. Yəni vəzifələr və öhdəlikləri, həm şirkətlərin də bu avtomatik olaraq ölkənin miqyası şirkətin də miqyasına təsir etdiyi üçün şirkətin də imkanı olmur ki, hər tərəfdə, hər pozisyonda ideal bir vəzifə yeri yaratsın. Orada deyilsin ki, sən data engineersən, sən data scientistsən, sən data analitiksən. Yəni bu pozisiyalar bir arada olmağı anladığım qədərilə miqyasının da çox olduğu bir yerdə daha effektiv işləyə bilər. Problem də o idi ki, miqyası iri olan qurumlarda da mən dediyim o şeylər olmurdu. Yaxşı, bəs kiçik miqyası olan şirkətlər necə davranmalıdır? O zaman sadəcə data analitiklə kifayətlənməlidirlərmi, yoxsa daha fərqli şeylərlə burada bir yanaşma göstərməlidir? Kiçik miqyaslı şirkətlərdə həmin o dediyim multi-istiqamətli analitik istifadəsi pis təcrübə deyil. Yəni niyə görə də mənim 100 müştərim, 5000 müştərim olduğu müddətcə mən əlavə məlumat mühəndisi saxlayım və yaxud analitik saxlayım və s. Bu suala mən dəqiq cavab verə bilmərəm, baxır quruma. Startupın belə multitasking etməyə bir vəzifə, bir headcount bir adam üzərindən bəlkə də qəbul ediləndir. Bu okeydir. Hətta mən böyük qurumların birində çalışdığımda
mühit belə gətirə bilər ki, analitik doğrudan da məlumatın yığımı ilə, təmizlənməsi ilə, təşkili ilə, hesabatlığı ilə məşğul olmağa başlasın və sonra vəzifəsi olan sualları tapsın, təhlil eləsin. Məndə elə şey olub. Mənim çalışdığım böyük bir qurum kiçik bir qurumu əldə etdi. Acquisition aldı. Və o kiçik qurumun məlumat axını qəti heç bir məlumat bazasında təşkil edilməmişdi. Əsas qurumun, mənim çalışdığım qurumda məlumat bazası var, amma bu yeni qurumun məlumatı orada yoxdur. Və adətən direktorlar şurası, sahibkarlar və s. yeni qurum əldə olunduqda başlayırlar sual verməyə. Hə, necədir orada vəziyyət? Sualların cavabı gəlməlidir. Hələ bazaya qatmamışıq, heç kəsə maraqlı deyil. Və bəli, Novruz o mühitdə, hələ o zaman kiçik analitik idim, məcbur idi SQL biliklərinin hüdudlarını sınamağa, çünki yenə deyirəm, SQL biliyi məlumat mühəndisində və SQL biliyi analitikdə tam fərqli bir şeydir. Sınamağa və o məlumat bazasını özü təşkil etməyə. Çünki o tərəfdə suallar var və sən hər günün də deyil, hər saatın dəyərini başa düşürsən. Çünki amma burada sanki biraz Novruz, yəni Novruzun şəxsi bacarıqları da ön planda oynayıb. Mən sadəcə nümunə gətirdim. Mənim kimi bu formada sınağa çəkilən artıq bizim məzunlarımız var. Nəinki mən. Çox qəşəng. Birazdan o məzunlar tərəfindən qayıdaraq, biraz əvvəlki sualımı özümdə tam aydın etmək üçün əslində yenidən vermək istərdim ki, yaxşı keçmiş dövrdən gələn universitet bakalavr səviyyəsində biraz əvvəl orada sanki biraz qaranlıq qaldı kimi gəlir mənə. Orada yenidən dönsək, keçmişdən bu günə, yəni keçmişdə siz belə bir qeydini elədiniz ki, bu universitet səviyyəsində olacaq bir məsələ deyil. Bu çünki universitetin bütün sahələrindən olan insanlar buranı bitirdikdən sonra da yeni data analitika doğru yönələ bilərlər. Bəli. Bu avtomatik olaraq məndə belə bir fikir yaradır ki, bəli, bu bir peşə yönümlü bir proqramdır, çox qəşəng. Bu eyni zamanda bəlkə də bir magistratura səviyyəsində olan bir proqram olmalıdır kimi ikinci bir sual daha da çıxır ortaya. Magistratura üçün bu sahə idealdır. Və nə formada? Bizim ölkədə düzdür, bu tendensiya azalır, amma yenə də var. Bakalavra bitirən kimi gedin magistratura. Yəni bu yaxşı bir meyillik deyil. Magistratura müəyyən bir iş təcrübəsi olan şəxsin gəlməsi doğrudan da. Mən də hər zaman tövsiyə edirəm ki, ən az 5 il get işdə, ondan sonra get magistratura. Məna yaransın ümumiyyətlə. Yoxsa sən magistraturada gələcəksən, eşitdiklərin 40%-ni başa düşəcəksən, nəzəri hissəni, təcrübə hissədə çətinlik çəkəcəksən. Hətta sən bir növ empatiya məsələsi vardır. Təsvir edilən nümunələrə, əhvalatlara, hansılar ki, təlimçilər, instruktor, professorlar sənə danışır, sən onları özündən tətbiq etməyi fikirləşməlisən, çünki sən bunu yaşamamısan. Bu vacibdir. Və analitika bəli, magistratura üçün əla sahədir. Belə də soruşsanız kimlər, hansı bakalavriat sahələri gəlir analitikaya? Statistika azlıqdadır deyərdim. Biznes ilə IT qarışığı, hansı çoxdur, cürət etmərəm deməyə. Riyaziyyat yoxlamamışam. Riyaziyyat azlıq təşkil edir. Düzdür, mənim bu yaxınlarda bir təcrübəçim Riyaziyyat fakültəsinin məzunudur. Bəli, analitik oldu, müvəffəq şəkildə kiçik analitik vəzifəsindən qalxdı. Amma yenə deyirəm, azlıq təşkil edir. Bir növ hype, bir növ dəb IT-dən. Hansılar ki, IT gəlir ki, okey, mənim sərt bacarıqlarım, hard skill'ım çox yaxşıdır. Mən 4 ilimi sərf eləmişəm ki, hard skill'ım. Nəinki universitet müstəqil şəkildə də. Hə, analitika da mənə maraqlı gəlir. Düzdür, biznesdən o qədər güclü deyiləm. Amma bu mənə maraqlıdır və doğrudan müvəffəq olurlar. Biznes isə tərsinə, mən biznesi tanıyıram və texniki bacarıqları inkişaf etdirməyə maraqlıyam. Bakalavrda mənə buna imkan vermədilər. Okey, Max, Excel, SQL, R, Python keçdik inşallah. Yenə də yetərli deyil. 100% biznes tələbəsinə Linux keçmirlər. Amma analitika bəzən bu lazım olur. Yaxşı, indi yenə hər zaman biz, yəni şəxsən mən özüm kod akademiyada da, verdiyimiz təhsildə də gündəlik həyatla bunu eyniləşdirməyə çalışırıq ki, yəni mən özüm proqramlaşdırmadan böyümüşəm, gəl belə deyək və düşünürəm ki, orada öyrəndiyim alqoritmik bilik və bacarıq gündəlik həyatıma çox müsbət təsir edir. Gündəlik həyatımda hər anında bəlkə də tətbiq edirəm deyə bilərəm. Hətta çox sevinirəm ki, nə yaxşı ki, mənim ilk IT sahəsində öyrəndiyim şey alqoritmlə başlamışam. Data analitik olaraq baxdığımızda bu sahə üzərinə baxanda bizim gündəlik həyatımıza təsiri ya da gündəlik həyatımıza bunu necə misallarla verə bilərik? Bu təsirin hansını ki mən də təsvir edəcəm, həm müsbət mənfi cəhətləri var. Peşəkar alışqanlığın şəxsi həyatda öz yeri var deyərlər və analitiklər tez-tez işimən qarışıq bu faktı yaddan çıxardır. Necə yaddan çıxardır? Analitikın peşə vərdişi hər şeyi sorğulamaqdır. Bildiyiniz hər şeyi. Yəni niyə və
əlavə olaraq deyir ki, 1 dəqiqə gözləyin. Niyə? Yəni adətən iş mühitində necə baş verir bu? Analitik özünü necə bir rüza verir iclas zamanı? Hə, okey, biznes satış, nə bilim, maliyyə, mühasibatlıq və s. hamısı oxuşdu. Hə, okey, biz A məhsulunu bazara çıxardırıq. Bəli, əla, bir dənə gözəl brief verildi, məhsulun dizaynı hamı bəyəndi və ortalıqda hamı əl çalandı, bir-birini sıxanda analitik duraya 1 dəqiqə üzr istəyirəm. Biz bütün regionları nəzərə aldığmı? Bu məhsul bizim digər cari müştərilərimizi özünə cəlb edib onların gəlirini azaltmayacaqmı? Təsvir edə bildim? Təsvir edə bildiniz və burada mənə belə bir şey düşündürdü. İşi gecikdirirsən otur aşağı. Bəli. Və analitik və nəinki data analitik. Analitikın ən böyük maneəsi, ən böyük sınağa çəkilməsi elə budur. Bəli. Analitik çalışdığı quruma uğur gətirənə qədər bu bir dəqiqə Diyanın sualını verməklə bütün qurum ona çox yumuşaq deyəcəm, skeptik yanaşacaq. Skeptik yanaşır. Aha. İndi gəlin danışaq bunun şəxsi həyatı tətbiqi. Həyat yoldaşınızla gedək bazarlıq eləyək, qış bazarlığı. Sualına, daha doğrusu ifadəsinə sual verirsən. Niyə getməliyik? Çətin deyil belə yaşamaq. Çətindir və belə deyim də mənim bu dövrlərim düşüb hardasa karyeramın 4-cü, 5-ci ilə və s. Yəni yeni evlilik dövrü. Ya da atan deyir ki, gedək balığa, balıq sezonu gəlib. Sən deyirsən, niyə balığa? Və artıq o sualı adamı yandıran oldu ki, artıq o suala sən reaksiya verirsən, o sualı səsləndirəndən sonra. Özün-özə sual verib sən niyə atana belə reaksiya verirsən də, nə olub adam səni balığa çağırır da, niyə soruşursan? Bu artıq refleksə çevrilir. Bəli, uğur üçün şərtdir. Əks halda siz deyirsinizsə bayaq işi gecikdirirsən otur aşağı. Əks halda o təşəbbüs uğursuz olanda deyəcəklər ki, analitikara baxır. Mən bilsədə belə bir yanaşmam var. Hər zaman bir çox şeydə tətbiq etməyə çalışıram. Verilən sualın məqsədi və hədəfini öyrənməyə çalışıram ki, bu sualın məqsədi nədir? Yəni gedib balığa dedikdə mən əslində orada məqsədi ölçməyə çalışıram ki, bəlkə də atam mənimlə söhbət etmək üçün, vaxt keçirmək üçün bunu edir. Mən Bodrumda bir dostum vardı, onun yanına ara-ara gedərdim. Gedərdik biz balıq tutmağa, 3 saat balıqları yemləyərdik, balıq tuta bilməzdik. Söhbət edib geri qayıdardıq və çox da xoşbəxt şəkildə əslində o anları keçirdiyimizi düşünmüş olardı. Məqsədimiz burada əslində söhbət etmək olurdu. Balıq tutmaq sadəcə onun bir hekayəsi olurdu və hədəfimiz də burada o saatı da yaxşı bir şəkildə dəyərləndirmək idi əslində o keçirirdik. Biraz da gündəlik həyatda mən bunu altını belə doldurmaq istəyirəm ki, yəni bəli də analitik bizim biznesimizə, həyatımıza çox qəşəng bir cümlə dedin əslində, uğura gedən yolda önəmli suallar toplusudur. Verilən sual doğrudur. Okay. Burada biraz da şeyi də qaçırmamaq lazım. Məqsədimiz, yəni çünki orada sual biz balığa gedərkən neçə balıq tutmaq mı istəyirik, yoxsa neçə saat xərcləmək mi istəyirik bu prosesin içərisində? Məsələ də odur. Analitikın sual vermə bacarığı başlayır Novruz. Allah eləməsin çox nöqtəvi sual verərsən. Sən genişdən başlanmalısan, ümumidən xırdaya. Həmin o deduktiv mən bayaq dedim, ümumidən xırdaya verməlisən. Analitik bu vərdişləri verir. Və siz dediniz ki, sualın əsaslı olması, düzgün olması, doğru olması ilk dəfədən alınan bir şey deyil. Analitik suallarını verəndə və yaxud digərlərindən sual tələb eləyəndə mütləq qaydada ki, səhv eləyir. Və vəzifədən, təcrübəçidən, kiçik analitik, baş analitik getdikcə bu səhvlərin payı azalır, yox olmurlar. Bəli, analitik başa düşməlidir ki, elə hallar olur. Necə ki, həkim başa düşməlidir ki, nə vaxtsa hansı xəstəsini itirəcək. Ya o zaman bu sualı, bu məsələni biraz gündəlik şeyə, daha doğrusu işin gündəlik tərəfinə çəksək, sual verməsi üçün bir şərait olmalıdır. Bunu belə biraz əvvəl dedik, görüşlər dedik, görüşün ortasında dedik. Düşünək ki, data analitik olaraq çalışırsan bir şirkətdə, sən hər gün toplantıya mı girməlisən o zaman? Yəni günün necə keçir bir data analitikinin iş yerində? Gəlin analitik kimi cavab verim. 10% şəxsi vərdişlər. Okay. Kofe içəyim, mətbəxdə oturum, nə bilim, və s. və ilə axır. 30% texniki icraat. Skript yazıram, dashboard düzəldirəm, nə bilim. Yəni skript yazıram deyəndə kod yazırsınız. Bəli, kod yazıram, bəli. Yəni hansı Excel-dan nəsə düzəldirəm, funksiya yazıram, SQL-la məşğul oluram və s. və ilə axır. Texniki icraat, tapşırıqların texniki hissəsində məşğul oluruq. Tapşırıq dedikdə təhlil tapşırığı və indi yerə qalan 60% analitik həmin o texniki icraatın nəticələrinə baxır. Və baxır. Sadəcə yəni baxır. Baxmaq necədir? Bu baxmaq deyəndə inandırım sizi ki, o 60%-in xeyli hissəsi ilə baxmaqdır. Oturub elə ki, qarşınızda bir dənə bilmirəm rəsm qoyublar, bir əsərdir, Picassodur qabağınızda və siz sorğulayırsınız. Mən
İndi bu təhlilə başlayanda verdiyim sualları, dedim ki, ümumi bir dənə başlıq yaranır, satış niyə pisdir? Hansı məhsullar, hansı əməkdaşlar, hansı qiymət, nədir məsələ və s. və ilə. Sizin əlinizdə 20-30 dənə sualın başlayırsınız təhlil tapşırığının icrasına. Texniki icranı edəndə siz sadəcə seçirsiniz ki, okey, bu üsullardan istifadə edəcəm, bu mənbələri sorğulayacağam, bu statistik yanaşmadan istifadə edəcəm, kommunikasiyada təqdimat edəcəm ya da sənəd kimi düzəldəcəm. Amma texniki icraatla bu son məhsul arasında baxmaq periodu var. Bəlkə də hansı sualları da verməliyəm, hansı sualları yaratmalıyam. Ən bir şey də odur. Çünki siz artıq texniki icraatdan qabaq əmin olmalısınız ki, bütün sualları vermisiniz. Əks halda bu başlayır təkrarlanan əməliyyatı ilişmə prosesinə gətirməyə başlayır. Çünki nəticədə siz bir həftəyə hazır etməli olduğunuz təhlili eləyirsiniz bir ay. Yaxşı, bu data analitik tək çalışır şirkətdə, yoxsa bir şöbə içərisində ya da data analitik, çünki indi data analitik şöbələri də indi yavaş-yavaş görürəm ki, qurumlarda yaranır və özəl olaraq yaranan şöbələr var, buna bağlı var. Amma yəni ümumi olaraq bir baxaq Azərbaycanda və qlobalda. Bu adamlar necədir? Komanda işçisidir bu, yoxsa tək işçi olaraq fəaliyyət? Analitik komanda işçisi olması şərtdir. Niyə görə şərtdir? Əslində komanda oyunçusu desəm daha doğru olardı. Onu axtarırdım. Bəli, komanda işçisi, komanda oyunçusu olması mütləq bir şərtdir. Bir neçə məqam öncə danışdığımız bu data analitikanın qaranlıq əsrlərində 2010-larda hansıdır ki, qurumlar bir deyirdi ki, bir də analitik götürüm, hər işi görsün. Orada elə həmin bu məqam buraxılırdı, nəzərdən qaçırdı. Mən analitika gətirəndə hər yeni gətirdiyim analitik mövcud analitiklərin boşluqlarını dolduran bir fərd olmalıdır. Kimisə ünsiyyəti zəifdir, kimisə texniki biliyi zəifdir, kimsə hansısa alətdən istifadə edə bilmir, kimsə biznesin hansı sahəsindən məlumatlı deyil və yaxud təcrübəsi azdır. Bu günümüzdə data analitiklər şöbələrdə təşkil olunur və mən düzdür bu xülasəyə o dəqiqə gəlmədim. Bəzən narazı idim. Lap gözəl ssenari olar ki, məlumatla işləyən bütün şöbələr bir dam altında olsun. Təcrübəmdə belə bir şey olub. İndi belə deyil. Yəni indi qurum yetər qədər böyükdür. Amma dediyim kimi, məlumat bazası administratorları, məlumat mühəndisləri, analitiklər, data scientistlər, hesabatlıq üzrə mütəxəssislər, reporting specialist, data governance, məlumat inzibatçıları hamısının bir departament olması doğrudan da böyük bir təkamül sıçrayışı verir quruma. Bəzən bu biraz bunu etmək bir şirkət üçün radikal dəyişiklik kimi görünə bilər və biraz da zaman da ala bilər. Yaxşı, start pointini necə görə bilirsən? Yəni start nöqtəsi bir şirkət üçün bir nəfəri işə götürməklə mi başlamalıdır, yoxsa mütləq department ya da bir şöbə quraraq mı başlamalıdır? 2 nəfər minimum əgər startapdan danışırıq. Bəli, bir şeyi start verirsə 2 nəfər olmalıdır. Okey, 2 nəfər götürdükdə bunu bir şöbə ilə şərh etməlidir, yoxsa bunu paylamalıdır hansısa departmentların altına mı? Paylaya da bilərik. Yəni Agile metodologiya hamının dillərindədir hal-hazırda. Agile-ın mahiyyətinə görə data analitiklər nə edir? Hər bir məhsul komandasına, həmin o tribe-a ya da kohorta bir analitik, 2 analitik ayrılır. Bəli, onlar hüquqi olaraq bir departamentin işçiləridir, amma bir-birlərinin üzünü də görmürlər. Bəli. Bu praktikada okeydir əslində. Tələb necədir? Əslində baxanda hər bir şirkət minimum start verəndə 2 nəfərlə başlasa, əslində kifayət qədər böyük görsənir buradakı rəqəmlər, amma gəlin yenə də biraz dataya əsaslanaraq burada danışaq ki, ümumiyyətlə Azərbaycanda, dünyada bu tələb necədir, hansı formada formalaşır? Dil biliyi, indi dünya deyiriksə burada biraz dil biliyi də çıxacaq ortaya. Sonra da oraya doğru gərək ki, dil biliyi necə burada yeri var? Startup üçün nəyə görə 2 minimum deyirəm? Öncə qeyd etdiyim səbəb bir-birlərini kompensasiya edən, burada rekruterin də öhdəliyinə çox şey düşür. Mən startupı yaratdığımda mənim əməliyyatlarım, operationsum bir neçə istiqamətə ayrılır. Minimum elə 2 istiqamətə ayrılacaq ki, 2-dən mütləq ki, çoxdur. Mənim mühasibatlığım olacaq, mənim satışım olacaq, mənim insan resursları. Bu funksiyaları təhlil etmək bir adamın işi deyil. Ən azından bölünməlidir. Ən azından bir analitik bir sual toplusunu yaradanda digər analitik onu tənqid etməyi bacarmalıdır analitik olaraq. Şöbələrdə nə gözəldir? Təcrübəçi gəlir, biz təcrübəçiyə öyrədirik analitika nədir. Başa salırıq, tapşırıqlar veririk və analitik, təcrübəçi başlayır səhvlər eləməyə və etməlidir də. Ondan sonra junior gəlir ona kömək edir, senior juniora kömək edir və bu kompensasiya olunur. Əgər analitik tək olsa, onun səhvləri ona məxsusdur. Baş icraçı direktor gəlib analitikin səhvlərini düzəltməyəcək. Nə qədər analitik təcrübəli olsa belə. Yaxşı, analitik səhv edəndə çox şirkət böyük bir təsir olurmu, yoxsa bu çox sürətlə də düzələ bilən bir şeylərmi? Çox təəssüf edirəm ki, analitiklərin etdiyi səhvlərə görə aylıq da yox, kvartal hədəflərinin nail oluna bildiyi təqdirdə, yəni
halda nail olmadığının şahidi olmuşam. Çox təəssüflər olsun ki. O zaman qəbul zamanı burada HR'ın üstünə çox böyük bir yük düşür ki, doğru analiz edərək, yəni hər data analitik bilirəm ya da oxumuşam deyəni data analitik olaraq qiymətləndirmək biraz burada çətinləşir. Doğrudur. Biraz məsuliyyəti artırmış oldunuz burada bu hissədə. Özünüz haqqında danışın sualı yetərli deyil. Bəli. Orada necə ölçərsiz yaxşı? Analitiklər adətən necə müsahibələrdən keçirdirlər. Başlayırlar cəbəcə suallar verməyə, hansıların ki, düzgün cavabı yoxdur. Misal üçün, o su qovşağında lük niyə görə yumrudur? Ya da ki, əməkdaşınız sizə A reaksiyası verildi, siz nəyə görə belə reaksiya verdi, sizin münasibətiniz nədir? Bu kimi suallar. Təbii ki, müsahibələrin başlanğıcında özünüz haqqında danışın sualları səslənib də müsahibənin keyfiyyətli olması halları da olub şəxsən özümdə və yaxud mənim həmkarlarımın mənə danışdığı əhvalatlardan və s. Amma mütləq qaydada bu standart 5 ildən sonra hardasınız və s. və axır suallarından sonra hətta yaxşı olardı ki, rekruter öz müsahibə planını düzgün təşkil etsin və həmin şöbənin adamını dəvət etsin və yaxud ondan da yaxşı həmin o vəzifə sahibinin, açıq vakansiyanın sahibinin çalışacağı son istifadəçilərdən kimsə çağırsın. Ki, həmin o HR əməkdaşı, həmin o mühasibatlıq əməkdaşı və yaxud satış əməkdaşı sabah bu vəzifənin sahibindən onunla işlə biləcəkmi, onu təyin etsin. Bəli. Mənim çalışdığım qurumda bir fəlsəfə var, adı bar raiserdir. Bar raiser niyə? Çünki bizim səviyyəni hər yeni müsahibəçi ilə artırmaq yanaşmamız var. Və qəti surətdə vakansiya sahibi olan şöbədən heç kəs dəvət edilə bilməz. Son istifadəçilər dəvət edilir və sonra hər bir müsahibəçinin geri dönüşü şərtləri verilir vakansiyanın sahibi şöbənin rəhbərinə. Ki, okey, qərarınız nə olacaq? Bu subyektivliyi tam ləğv etməsə də maksimum azaldır. Bu belədir. Bu və digər formada öncəki qurumlarda da biz belə edirdik, düzdür, bunun adı yox idi. Çünki analitik, elə biz bayaq qeyd etdik, səhv edəndə bəzən fəsadlar çox böyük ola bilər. Yəni, mühasib hansısa hesabatı səhv edərək yanlış məbləğin yanlış hesaba köçürülməsinin səbəbkarı ola bilər. Amma analitik səhv eləyəndə yanlış məhsulun yanlış bazara çıxarılmasının səbəbi ola bilər və burada bir maliyyə əməliyyatdan söhbət getmir də. Məsuliyyətdən danışırsa, o zaman biraz da belə bir burada maaşlar, qazanclar keçək. Yəni çünki bu məsuliyyətin qarşılığında hansı maaşlardan başlamalıdır insanlar ya da tərsinə deyim, şirkətlər hansı maaşları verirlər ya da verməlidirlər əslində? Şəxsi müşahidəm, çalışdığım qurumlar, konsultasiya etdiyim qurumlardan gördüyüm kiçik analitik 800-2000 manat arası. Təcrübəçini toxunmayacağım çünki burada aralıq demək qeyri-mümkündür. Bəzən işini ödəmirlər, bəzən subyektiv belə simvolik bir məbləğ olur. Orta səviyyə analitik 1200-2500 aralığında belə bir şey, mid-level. Baş data analitik 3000 AZN ətrafı və müsbət sonsuzluq. O dərəcəyə qədər ki, 5 rəqəmli maaşlara qədər qeyb çıxır. Qəşəng, əslində burada bir maraqlı bir şey var, rəqəmlər var burada. Burada biraz da şirkətlərə kömək məqsədli olaraq mən əslində bu fikri sizdən bölüşmək istəyirəm ki, yaxşı deyək ki, bir şirkət 2 dənə data analitikdən başlayacaq, start edəcək. Bu hansı səviyyədə data analitikdən başlamalıdır? Ən pis halda junior mid, ən yaxşı halda senior, yəni baş mid ya da aparıcı mid. Eyni yoxsa səviyyələri fərqli olaraq? Səviyyələr fərqli olmalıdır. Biri üstün, biri kiçik, yəni adam təcrübəçi götürməyəcəm mən startup olaraq aydın məsələdir. Amma kiçik analitikin 2 il təcrübəsi var. Mid-level, orta səviyyəli analitikin atıram 4 il təcrübəsi var. Onlar bir-birlərini kompensasiya edərək bir yerdə artacaqlar. Mən də belə keçmişəm yolumu və hal-hazırda da digərlərinə bu yolu keçirəm. Tələbələriniz bunları əldə edir? Bəli, əldə edir. Amma onu da qeyd etmək lazımdır ki, tələbələrin arasında data analitik olmaq istəyirəm başlığı ilə gələnlərdən savayı sahibkarlar gəlir. Nəinki startup sahibləri. Əslində bu da yaxşı bir tendensiyadır. Yəni mən maaş verib bir adamı götürüb tutaq ki, görüm özüm nəyəcəm. Görüm özüm bacarıramsa, çünki bəzi hallarda bunu da eşidirik ki, deyirlər ki, okey, direktor əgər işçiləri işi bölüşdürübsə özü boşda qalır. Şəxsən bizdə də deyil də, amma ümumiyyətlə bunu eşidəndə bəlkə də o mu vaxtını doldurmağa çalışır deyə sual yaranır yəqin. Bəli. Fərqli sahələrdən gəlib təminatdan logistika, satış, marketinq, nə bilim, müştəri xidmətləri və deyir ki, yox, biz analitik olmaq istəmirik, amma bizim işimiz çox sıx formada əməliyyatdan keçir və məlumat yaranır. Məlumat toplusu ilə rəftar etməyi, onu təhlil etməyi bacarmırıq. SİSAT, müştərinin məmnuniyyətini ölçürük. Okey, məlumatlar cürbəcür yerlərdən gəlir. Texniki bilgimiz çatmır. Təhlil etmək
metodologiyamız çatmır, biz yaxşı təcrübələri öyrənmək istəyirik. Bu başlıqla gəlirlər. İş analitikdə olmurlar. Okay, diplomlarını alırlar, gedirlər öz fəaliyyətlərində məlumat əsaslı qərar verməyə yönəlirlər özləri də, həmkarları da və s. Xüsusilə əgər şöbə rəhbəri gəlirsə, bütün şöbə bizim proqramı keçəndən sonra başlayır data analitik olmağa. Belə hallarda olur. Burada əslində biraz da izləyicimizə məlumat vermək üçün istəyirəm ki, biraz bu barədə məlumat verək ki, biz artıq il yarım olar yəqin data analitikaya yatırım eləyirik və sizinlə bərabər artıq tələbələrimiz, qruplar bu günə qədər 8 qrupdan çox siz məzun vermisiniz və 100-dən çox artıq məzunlarımız olub. Aktiv olaraq da indi 3 qrupumuz davam edir və orada da çoxlu tələbələrimiz var, davam edirlər. Bu tələbələrimizin hekayələrindən ya da onların işlərindən yəqin ki, nələrsə eşidirsinizsə, bölüşürlər. Biraz o barədə məlumat verə bilərsiniz? Sınağa çəkilmə halları olduqda, bizim artıq toxunduğumuz mövzu kimi, mən elə olur ki, axşam saat 11-də belə əməlli başlı bir diplom işi boyda bir mesaj alıram. Telegrama ya da e-maila, yəni nədirsə. Novruz bəy, işdə mən hamı tərəfindən nifrət edilirəm. Hamı məndən nifrət. Siz nə görə mənə dediniz ki, həmişə sual verin? Yəni, mən indiyə qədər sizinlə müzakirədə səsləndirdiyim məqamlar mənim başıma gələn və mənə bəlkə də qarğış eləyirlər buna görə tələbələrimin hansı ki, data analitika yolunu seçirlər, başına gələn məsələlərdir. Amma bu hissə analitik yeni yetməli deyirəm mən buna. Bundan istənilən analitik keçməlidir. Bəli, nifrət edəcəklər sizə, bəli, sizdən çəkinəcəklər, skeptik yanaşacaqlar. Bəli, nifrət ağır sözdür, amma günün axırı bəlkə də və bir çox hallarda minimum bir əməkdaş sizi bəyənməyəcək. Gəlin belə deyək. Və konsultasiya prosesi baş verir. Şey gəlir ki, qaranlıq gəlir ki, bir əməkdaş məni bəyənməyəcəksə, axı sual verir, bu da mənim üçün sual verir deyə düşünürəm. O sual verir, düzdür, mənim işimi uzada bilər, çünki artıq bir şey planlamışam, qərara gəlmişəm, siz də sual verdiniz. O deməkdir ki, cavabı vermədim, bu o deməkdir ki, mən planımı dəyişmə ehtimalı yaranır, siz mənə yeni bir risk yaradırsınız. Amma günün sonunda əgər nəticə yaxşı olsa, mən orada yaxşı nəticə göstərmiş olacağam. Yaxşı, bunun üçün biz biraz belə deyək, oradan onları necə çəkə bilərik? Onları hansı formada kommunikasiyanı qurmaq üçün köməklik edə bilərik? Sualların vermə tərzi var. Yəni, yumuşaq bacarıqlar data science üçün çox da vacib olmasa da demişdim. Data analitik üçün hava su kimi lazımdır. Qəti heç kəsə maraqlı deyil. Mən bu sözü data analitika qruplarının açılışında deyirəm. Qəti heç kəsə maraqlı deyil. Siz SQL-ı bilirsiniz, Excel-ı bilirsiniz, R, Python-ı bilirsiniz, Tableau-nu, Power BI-yi, ClickSense. Gəlin siyahını sonsuz uzadaq. Bu heç kəsə maraqlı deyil. Siz çox ideal təhlil apara bilərsiniz. Ən düzgün mümkün sualları verə bilərsiniz və cavablandırılmasını təmin edə bilərsiniz. Danışanda sizə eşitmirlərsə, sizin işiniz heç kəsə maraqlı deyil. Və sualı verəndə ki, bilirsiniz ki, vəzifə öhdəliyiniz odur ki, bir dəqiqə biz bütün regionları nəzərə almışıq. Bəs bu regionda alınacaq, axı orada bazar payımız azdır. Siz bu sualı vermək tərzi var, təyəri var. Siz özünüzü oponent kimi, rəqib kimi göstərməməlisiniz, komanda hissəsi kimi göstərməlisiniz. Həmin o diplom işi boyda mesaj yazan ilə mən sonra video zəng eləyib, eyni mesajı ötürdüm ki, siz deməli suallarınızı düzgün səsləndirmirsiniz. Bəli, deməli əslində burada çox önəmli bir nöqtəni qeyd edərsiniz ki, deməli siz sualları doğru səsləndirmirsiniz. Yəni data analitikanın özü bu deyil. Sizin suallarınız köməkçi olsa, yəni siz əslində ona gəlin futbol oyunu kimi düşünsək, pas atdığını görsə, ona cavab verəcək. Amma siz onu çətin bir tərəfə bir topu atırsınız, sonra qaçmaq üçün məni məcbur edirsən və gəlib çata bilmirəmsə, o zaman səni söyə bilərəm. Danışa bilərəm deyə belə bir metafor edeyim. Bir nümunədə, okey, çox vacib formada başa düşdülər ki, bizim satış agentlərimizin sayı çatmır. Hədəfə çatmaq üçün. Hər şey əladır, məhsul əladır, bazarı düzgün anlamışıq, marketinq, kommunikasiya və s. ideal gedir. Satış agentlərinin sayını düzgün proqnozlaşdırmamışıq. Analitik bunu ya elan edə bilər və həmin o satış departamentinin rəhbərini pis vəziyyətdə qoya bilər. Məqsədi o deyil axı. Məqsədi hədəfə çataq. Düzdür? O qalxmalıdır ki, xanımlar, cənablar, bizim nəzərdən qaçırdığımız bir sual var. Deməli, həmkarlar, gəlin baxaq. Mənim əməkdaşlarımın sayı çatacaqmı? Və bu sual burada dayansa, yenə skepsisizm başlayacaq. Çünki başlayır bizə yenə sınağa çəkməyə bu analitik. Yox. Deyir ki, satış agentlərimizin sayı hədəfə çatmaq üçün yetərlidirmi? Vergül. Mən buna baxıb 2 gündən sonra geri dönüş edəcəm.
və 2 gündən sonra günü-günə gecikdirmədən yazılı formada, şifahi yox, nə bilim əsaslandırılmış formada, WhatsApp Telegramla yox, hesabat formasında və super nəzəri sözlərlə yox, sadə dildə, istənilən departament əməkdaşının başa düşəcəyi dildə, statistik terminlərdən istifadə etmədən deyirəm ki, 4 nəfərdir, bizə minimum 4 dənə də lazımdır. Birə-bir başıma gələn keçmiş hadisənin qeyd ediləcəsində ona bənzər bir tərəfini biz bir dəfə optimallaşdırma dərdi ilə əməkdaş sayında bir yeniləmə elədik keçmiş dövrdə və orada dedik ki, 2 nəfərdən birini azaldaq, amma hansı ki o birbaşa bizim görüş sayılarına təsir edən bir məqam idi. Sonradan bunun çox fərqinə varıb düzəltməyə başladıq. Çünki oradakı rəqəmi təyin edən ya da artıran və azaldan önəmli elementlərdən birisini təsir eləmişdik. Yaxşı, belə deyim, sizin danışdığınız şeylər həm çox maraqlı, amma bir tərəfdən də biraz da qorxulu gəlir. Burada kimlər gələ bilməlidir ya da kimlər gəlib oxumalıdır? Gəlib oxumadan öncə hansı bilik və bacarıqları olsun ki, gəlib oxuyanlar rahat bu şeyə başlasın? Bizim sizinlə müzakirə etdiyimiz həyat tərzindən razı olan istənilən şəxs bu bir çağırışdır. Əgər adam bunu istəyirsə, bunu yaşamaq istəyirsə, bəli, gələ bilər. Hansı biliklərə sahib olmalıdır? Əvvəldən əmin olmalıdır ki, o bizim tədrisimizdə verilən sualları cavablandırarkən, hətta cavabı bilirsə, elə cavablandıracaq ki, təlimçi onu eşidəcək, yoxsa bəzən belə sakitə danışırlar. Bu analitik səsi deyil. Evet. Super ideal təhlil ola bilər dediyim kimi. Əgər sizə eşitmirlərsə və mən bunu da nəzərdə tuturdum, mənasızdır. Siz xoşbəxt olmayacaqsınız və analitik üçün xoşbəxtlik istənilən fərd olduğu kimi vacib amillərdəndir. Əgər mən 9-da gəlib 6-da gedirəmsə, çox super mürəkkəb təhlillər edirəmsə, bu təhlillərdən mənim quruma heç bir xeyri yoxdursa, lap məni işdən çıxarmasınlar. Xətircan olmasın, vəzifəmi də qaldırırlar. Mən xoşbəxt olmayacağam. Sənətkardırmı? Bəli, istənilən peşə kimi. Analitik də bir incəsənət xadimidir. Məncə sənətdən uzaq adam olsam belə, sualların düzgün verilməsi şərtdir və onların cavablandırılması şərtdir. Və cavabların son istifadəçilərə ötürülməsi və həmin son istifadəçilərin həmin cavablara əsasən qərarların verilməsi şərtdir. Və analitik bunsuz xoşbəxt ola bilməz. Mən bu hissədə artıq fikirləşirəm ki, son illərdə AI artıq başladı. Artıq AI-sız bir şey danışmaq, düşünmək belə mənə elə gəlir ki, yersiz olar. Ən yaxşı özünü ifadə edə bilmək də AI ilə də əslində sanki. Biz bir cümlə yazırıq, qırıq-qırıq sözlərdən ibarət bir şey yazırıq, hətta bəzən heç cümlə deyil. Amma AI bizi başa düşür, onu cümlə halına çevirir. Deyir ki, bunu mu demək istəyirsən? Sevinirik ki, bəli, biz belə özümüzü ifadə etmək istəyirik deyə. Yəqin ki, burada AI-dan çox istifadə olunur sualların qoyuluşunda, cavabların şeyində, amma günün sonunda dataların üzərində işləmək insanın özünə aid olan bir məsələdir. Amma gəlin burada biraz bizi də agah edin ki, görək ümumiyyətlə süni intellektin, yəni daha doğrusu gəlin belə deyim AI-ın burada tətbiqi, AI-ın burada rolu. Çünki AI var. AI artıq sualları verirsə, yeri gəlin özü də cavablayırsa, yeri gəlin özü də research edir, girir internetdən deep research edir. Bəzən fake datalarla, bəzən real datalarla, yəni günün sonunda bir nəticə ilə gəlir sənə. Sanki o işi görürmüş kimi gəlir. Amma mış şəklində bunu ifadə edirəm, deyirəm ki, sanki tam normaldır. Görürmüş kimi gəlir. Maraqlımız. Bəli, burada fikriniz necədir? Süni intellekt analitikın işini asanlaşdırdı. Çox asanlaşdırdı. Amma onun ali vəzifəsinin həmin o sualları cavablandıran vəzifəsinin icrasında deyil. Təəssüf olsun ki, mən istəyərdim, ya da yox. Mən şəxsən təkamülə qarşı gedən adamlardan deyiləm. Əksinə, texnologiya mənim peşəmi əlimdən alacaqmı? Ola bilər, gedərəm o bir peşə öyrənərəm. Ya da bu peşəmin belə bir növ mutasiyadan keçmiş yeni versiyasına sahib olaram. Mən buna qarşı deyiləm. Amma günümüzdə süni intellektin səviyyəsində çox böyük bir nöqsan var. Ya da bu nöqsan deyil, sadəcə faktdır. Mən istəmirəm. Bəlkə də eləmin işləmə tərzidir. Elə də belə olmalı. Neqativ bir şey demək istəmədim. Mən bunu neqativ bir fakt kimi demirəm. Mən süni intellektə sual verəndə süni intellekt bu sualı verməyimin səbəbini bilmir. Bəli. Deyə bilər ki, izah elə də. Hə, okey. Onda ikinci sual yaranır. Mən verdiyim sualların səbəbini mən özüm bilirəmmi? Hamısını. Yəni, nəyə görə mən maraqlıdır ki, satış yaxşıdır yoxsa pis? Çünki mən istəyirəm ki, mənfəətim artsın, yoxsa mən narahatam ki, mənim biznesim bağlanacaq, yoxsa mən narahatam ki, işçi sayım çoxdur. Nəyə görə? Bəlkə mən səhər sadəcə əsəbi idim və birdən-birə bu sual heç qalxmamalı idi də. Sadəcə ki, yox, bizim satışımız səhvdir, pisdir, hədəfə çatmayacaq. Okey, və süni intellekt sizin sualı verməyinizin səbəbini bilmir. Sizin bu sualı verdiyi niyyət ölçə bilmir. Bəli. Yəni bu adam deyil, bu münasibət bildirə bilər, amma
həmin o öyrəndiyi məlumatlara əsasən. Mən tələbələrimə deyirəm ki, süni intellekt istifadəsi sizin həyatınızı super asanlaşdıracaq. Texniki məqamların sürətləndirilməsində, sizin sualların yazılış qaydasının üzəriş edilməsində, nəticələri mən misal üçün paraqraf düzəltmişəm, təhlil nəticəsidir. Mən narahatam ki, mənim istifadə etdiyim həmin o sintaksis, yazılış, ifadə qaydası çox da yaxşı deyil. Çünki mənim söz bazam yaxşı deyil, atıram da. Yəni, İngiliscə yazıram. Qorxuram ki, hansı cümləni səhv qoymuşam. Bəli, verim ChatGPT-yə, Gemini-yə, Alisa-yə, Alexa-yə düzəltsin. Əla. Araşdırma etmək üçün çox düzgün vurğuladınız ki, düzdür, o şərtlə ki, etibarlılıq etibarıyla narahatçılığım yoxdur. Bəli. Ki var, adətən. Araşdırma üçün də qeyri-formal, səthi araşdırmalar üçün bəli istifadə edə bilərəm. Amma məndən soruşsanız, mən funksiyalarım yazılışımda ChatGPT-yə orada da tam güvənmirəm. Amma araşdırmaya nisbətən daha çox güvənirəm. Çünki ChatGPT bəzən çox köhnə funksiyalar verir, bəzən səmərəli skript yazmır, kodlaşdırma yazmır. AI-dan AI dəyişə bilər. Bəli. Daha yaxşı verənlər də var. Onun syncing-ə təzə versiyalarda çıxır, syncing instant və s. Yəni günümüzdə süni intellekti mən çox yararlı, çox köməkçil bir alət kimi görürəm. Necə ki Excel mənə imkan verirdi ki, mən iri həcmli məlumatı əvvəl milyon sətr limiti var, sonra Power Query yarandı, milyon sətr limiti getdi. Mən indi milyondan çox sifarişin, milyondan çox əməkdaşın məlumatlarını Excel-la da belə emal edə bilərəm, öyrənə bilərəm, SQL-la idarə edə bilərəm. Bu siyahının əlavəsində çox qeyri-adi proqram təminatı adını verə bilməyəcəyim bir alət doldurur. Onun da adı süni intellektdir. Yaxşı, ümumiyyətlə bəs gələcəyə doğru bax, məsələn, data analitikdə biraz əvvəl 2-ci Dünya müharibəsindən bir örnək verdiniz. Bu günə gəlib çatmış, üstünə görə neçə illər keçib. Bəli. Bunun gələcəyi elə data analitik olaraq mı gələcək? Çünki süni intellekt var, bir çox şeyi artıq edir. Yaxşı, bunun sonrası nədir? Yəni gələcəyi nə gözləyirsiniz? Hansı tərəfə doğru gedə bilər? Təbii ki, bəzi şeyləri təxmin etmək çətin olur, amma ən azından proqnoz vermək bəlkə uyğun olar sizin üçün. Doğrudur, çətin olur, amma istər-istəməz bu haqda düşünməyə başlayırsan. Və səbəb ondan görə çəkinmək deyil ki, amandır, işimiz əlimizdən alar. Xeyr, burada doğrudan da sual verirəm ki, okey, deyək ki, mənim nəvələrim, nəticələrim data analitik olmaq istədi gələcəkdə. Bu data analitik necə görsənəcək? Vəzifə adı olacaqmı? Bu o qədər əhəmiyyət daşımır əslində. Mən biraz daha da fərqli. Siz nəvəyə getdiniz, amma gəlin belə deyək də, mən bugün bunu öyrənirəm, amma 3 il sonra mı? Yəni artıq süni intellektin dövründə. Bəli, 3 ildən sonra məncə. Hətta biraz daha da şeyim, 5 il sonra. Bax, çox uzağa getmirəm. Yəni 3 il sonra, yəni bunu bugün öyrənimmi, yoxsa mən 13 ildir bu sahədəyəm və dayanmıram. Nəinki mən. İstənilən doğrudan da bu analitika fəlsəfəsinə uyan həmkarlarım, tanışlarım və s. nə vaxtsa bir yerdə çalışdığım insanlar, sahibkarlar, onlar dayanmır. Niyə? Çünki təkamül dayanmır. Süni intellekt məndə ilk dəfə belə bir təəssürat yarandı ki, wow, deməli, qutardı da mən bütün dərdlərimi həll edəcəyəm. Eləyə bilmədim. Yəni mən çox optimistik yanaşdım. İlk belə deyək də, ilk 1 ay, 2 ay mən ChatGPT-dən tanış olandan sonra bəlkə də üstündən 2 il keçib bilmirəm. Gələcəkdə data analitika vəzifə adı olaraq bəlkə dəyişəcək. Bəlkə format dəyişəcək. Bəlkə ümumiyyətlə bütün bu sadaladığım proqram təminatları öz mənasını itirəcək. Yəni mən SQL-dan istifadə etməyəcəm. Süni intellekt mənim üçün onun sorğuları yazacaq və mənə birbaşa cədvəli verəcək. Ya da onu ilk xülasəsini aqreqasiya edib bir növ xülasə çıxardıb mənə deyəcək ki, bu da məlumatım, burada belə şeylər görürəm, amma özün də bax. Amma məqsəd eyni olaraq qalır. Əslində burada mən belə bir şey şərh bildirmək istəyirəm ki, bu tərəfdə AI-in dövründə ən vacib şeylərdən birisi new knowledge dediyimiz şey çıxıb ortaya əslində. Yeni bilik nədir, daha doğrusu new knowledge nədir deyə. Biz bəli, AI bizim işimizi çox sadələşdirəcək. Mən bu misalı belə verə bilərəm ki, biz olimpiyada hazırlaşar, olimpiyada imtahanda olarkən deyək 5 saat bəzən olimpiyada olurdu, 3 saatlıq da olurdu, 5 saatlıq da. Bunun hardasa biz 70-80%-ni, yəni 2 saat yarım deyə bilərəm, hətta 3 saatlığın 2 saat yarımını nə yazacağımızı oturub kağızda planlayırdıq ki, nəyi yazacağıq, necə hesablayacağıq, formulanı tapırdıq. Çünki bizə bir tapşırıq qoyulurdu ortaya. O tapşırığı da hesablamaq üçün bəzən həndəsə, bəzən riyaziyyat, bəzən fizika, onları düşünərək, planlayaraq, burada bunu demək istəyir, bunu soruşur, bunu bir-bir oradan tapırdıq. Yarım saat kod yazırdıq. Amma bu proqramlaşma olimpiadası idi. Yəni proqramlaşma olimpiadasında bizim yazdığımız koda ayırdığımız vaxt yarım saat gedirdi 3 saatlıq olimpiadada. 2 saat yarım biz sadəcə olaraq bunun nə yazacağımızı təyin etmək üçün idi. Və indi mən də onu deyirəm ki, bəli, kod yazma tərəfini artıq AI həll eləsin.
Edəcək. Elədir. Amma mən nəyi yazacağımı, nəyi axtardığımı, o yeni bilik dediyim yerində məndədir. Bəli. O sualı nə üçün verdiyimi, sualı yaratmaq tərzini ya da ehtiyaclar. Təbii ki, suallar deyəndə artıq AI ilə edirik, o başqa. Amma o arxasını doldurub onu oxuyarkən, mən məsələn bugün biz məmnuniyyət anketi üzərinə siniflərdə sorğular keçiririk. Çox fərqli suallarımız var. Bəzən tələbələr elə bilirlər ki, bir sual modul fərqlidir, amma o ən axırıncı sualla birinci sual arasındakı bizdə bir əlaqə var və verilən cavablardan biz anlayırıq ki, tələbənin burada marağı nədir? Tələbə burada müəllimimi sevir, yoxsa kod aktivini sevir, yoxsa daha fərqli bir nəticələr əldə edə bilirik. Dəfələrlə mən bunu AI üzərinə analitik olaraq çalışdığımda AI oradan çox qəşəng mənə bir statistik data üzərinə ya da genel olaraq burada müəllimi sevir, burada bunu sevmir deyə fikirlər bildirir. Amma mənim heç vaxt gizli bir orada nəticə çıxartdım, heç vaxt hələ gəlib çata bilməyib. Yəni o suallar arasındakı əlaqədən, bəli, sətr altı mənalarla bərabər bunu hələ də gəlib çata bilməyib. Onu da gəlib çatdıqda mən düşünürəm ki, ondan sonra bizdə daha fərqli bir şey də çıxacaq ortaya. Yəni insan beyni və zəkası daha fərqli bir yerlərdə yaradıcılığını ortaya qoyur. Ümid edək ki, müsbət cəhətə gedər. Bəli. Daha doğrusu yaxşı insanların əlində olar. Bəli. Yaxşı. Burada belə deyək, oxuyanlar və məzunlar ya da oxumaq istəyənlər, tələbələrə tövsiyələriniz nələr olar? Səbirli olun. Səbriniz yoxdursa mənim kimi, yəni səbirli adam kimi özünüzü tanımırsınızsa, bu işdə səbir lazımdır. Yəni başlayır bu səbir sizin heç vaxt tanış olmadığınız, ümumiyyətlə öyrəşmədiyiniz proqram təminatının öyrənməsinə. Mən proqram təminatı öyrənirəm. Bəlkə də xoşdur mənə, bəlkə də yox. Amma hətta mən öyrənməyi sevirəm deyənlər belə data analitik üçün minimal tələb olunan texniki biliyin o toplusunu artırdıqca səbirləri daşır. Yəni belə adam hələ də görməmişəm, dedim 108 nəfər. Elə və daha çoxu hətta. Hansı ki, A-dan Z-yə qədər bizim tədris proqramında və yaxud təcrübəçilərdən danışaq, bütün o 3 aylıq təcrübə proqramında axıra qədər səbirli olub. Bütün il bir dəfə belə olsun ürəyi partlamasın ki, əşi bezdim, işləmir bu. Yəni mən bilmirəm hansı tapşırıqla məşğul olmalıyıq. Burada kodda problem var, burada falan kəslər mənə məlumat vermir, burada məlumat bazası işləmir. Hansısa məqamda səbir daşacaq. Ona görə də nə qədər çox əvvəlcədən özünüzə o səbir burada da bəli. Əslində burada da biraz da belə düşünə bilərik ki, dəyişmək lazımdır. Yəni bəzi yerlərdə artıq səbrin yoxdursa dəyişə bilərsən, əksidirsə dəyişib özü formalaşdıra bilərsən. Burada həmişə bizim bir dediyimiz bir şey var ki, sən dəyişsən həyatın dəyişər və gəl bunu kod akademiya ilə bərabər həyatını dəyişdir deyə. Və data analitikada əslində buna bir təsir edən məqamlardan birisidir. Bu əslində bir tərəfdən məni özümü də sevindirir ki, biz insanların fərqli yaradıcı olan insanların bu dizaynda ola bilər, bu proqramlaşmada ola bilər, kiber təhlükəsizlikdə ola bilər, data analitikada ola bilər. Hər sahəyə toxuna bilirik və bu toxunduğumuz insanlar hətta bir-birinə əlaqəli dərsləri də dəyişə bilərlər. Və biz əslində bir gün dönüb baxanda görürük ki, bizim bir məzun gəlir digər təhsili də alır. Proqramlaşdırma məzunu gəlir data analitika təhsilini alır ya da data analitika məzunu gedir proqramlaşdırma təhsilini alır, əksiyi varsa. Digital marketinqdə gəlir bir-birinə qarşı təhsillər alırlar və bu bizi çox sevindirir ki, bəli, bu artıq həyat dəyişiminə ayaq uydurub və başlayıb. Bəli, başlayıb. Sizə bəzi qısa, lakonik suallarım olacaq və çox istərdim ki, lakonik olaraq da onları cavablayasınız. Tamam. Başlayaq. Başlayaq. Data analitika qərarlarımız necə dəyişir? Daha obyektiv olmağa yönümlü dəyişir. Faktlara əsaslanır. Subyektivliyə qəti, yəni çəkinməklə yox, subyektivliyə baxmamaq şərti ilə qərarlarımızı verməyə başlayırıq. Yaxşı bir data analitik olmaq üçün ən vacib xüsusiyyət nədir? Kritik düşüncə, sorğulama bacarığı və səbirli olmaq. Texniki bilik olmadan data analitik olmaq mümkündürmü? Mümkündür. Texniki bilik qəti heç bir prioritet daşımır. Ən çox istifadə olunan alətlər hansıdır? Proqram təminatı kimi desək, minimum kombinasiya günümüzdə Excel və SQL-dir. Amma bu lap minimumdur. Amma proqram təminatı savayı alət desək, statistik konseptlərdən bələd olmalıyıq və sahə anlayışına sahib olmalıyıq. Səncə data analitikanın sabahı necə görünür? Dediyimiz kimi, mahiyyətcə eyni, zahirən fərqli. Çox sağ olun Arzu müəllim.
Siz sağ olun, Təşəkkür xoş edirik oldu. gəldiyiniz üçün. Mənim üçün də çox xoş oldu. Sizinlə ətraflı şəkildə danışıb, eyni zamanda düşünürəm ki, izləyiciləri də maksimum dərəcədə aydınlata bildik. Əgər kiminsə bu sualları olarsa da lütfən zəhmət olmasa kommentlərdə də bunu da yaza bilərsiniz. Biz ayrıca Instagramda, LinkedIn-də də yaza bilərsiniz. Əlimizdən gəldiyi qədər qısa zamanda onları cavablayacağıq və bundan ayrıca da biz Instagramda canlı yayımlar açırıq və oradan da bizə gəlib suallarınızı da ünvanlaya bilərsiniz. Burada bizim əsas məqsədimiz bir tərəfdən həm sahə haqqında ətraflı məlumat verək, həm də oxumaq istəyənlər üçün bir yol göstərək. Onlar da gəlib öz gələcəklərini dəyişsinlər. Çox sağ olun bir daha. Siz sağ Təşəkkürlər. olun.